Dostlar, necəsiz? Özüm həyətimdə əkib böyütdüyüm boranını kəsdim axır ki. Lap birinci olan boranı, hələ digərləri elə bir 3-ü 4-ü hələ ki evlərin üstündədir. Hələ tam onlar olmayıb. Hələ onlar olanda da kəsib onları da işlədəcəm. Bu ən birinci olan boranımdır. Kəsdim, doğradım, soydum, doğradım. Yarısını da saxladım, xaladenyaya qoyacağam. Oğlum əl çəkmir ki, mən boranı istəyirəm. Mənə boranı, indi mamamın dediyi kimi, mən boranı heç sevmirəm açıqcası. Sadəcə onu əkməyi daha çox sevirəm, yetişdirməyi. Boranını mamam dedi, belə düzürsən. Əslində ən altdan soğanda doğra dedi. Bilmirəm indi soğan eləyim ya yox. Belə düz dedi. Üstünə də düyünü düz. Lobya, hətta turşu belə ata bilərsən dedi. Duz da hətta, duzunu da tökürsən. Vam xodda, yəni zəif xodda bişir. İndi bişirəcəm inşallah. Görün balaca oğlum yesin. Bunu da qoyacağım xaladenyaya. Əslində uşaqlar üçün çox xeyirlidir boranı. Bir dəfə də bunun şirniyyatını yoxlayacağam. Görək şirniyyatı necə olur. Axır ki boranım bişdi. Görün necə ləzzətli. O qədər ləzzətlidir ki, oğlum bir yekə qabı yedi, doymadı. Həqiqətən. Ən altda soğan doğramışam. Ondan sonra qat-qat boranı və düyüləri eləmişəm. Hamısını qat-qat. Bir də lobya qaynadıb qatmışam. Duzu, yağı, inan o qədər hamısı yerindədir ki, o qədər ləzzətlidir ki. Mən boranı sevməyən insan, mən belə sevə-sevə yedim.